Şirin çay yiyip gidip aksında yemeğimi verip evimde dağların buzudur, rahat yatacağım. Elə biləm ki, Hacı kənddəyəm, Allah haqqı. Yo, mən özüm diləmirəm. Mən özüm üçün heç vaxt pul istəməmişəm ki, pul atın, gedin bunu eləyim, onu alım. Sən çox səhv sözlər danışırsınız. Mən düzdür peyk eləmişəm hamı kimi. Burada bir TikTok eləyənətəri, mən hədiyyə istəmişəm. Nə olsun ki, hədiyyə istəmişəm. Burada bütün məşhur TikTokerlər hamısı hədiyyə istəyir. Peyk eləyəndə istəyirlər, dəstək istəyirlər. TikToker olmaq asandır. Siz açırsınız canlı, elə bir siz açırsınız, qəşəng açırsınız, sizə hədiyyə atan yoxdur. Başa düşürsünüz, düzəldir. O qədər milyonlarla insanlar burada canlı açır. Heç biri canlısına gedən də yoxdur, hədiyyə atan da yoxdur, baxırlar. Bana söyləyənləri çox canlı açır, 3 nəfər, 2 nəfər, 5 nəfər olur. Bir insan seviləndə ona dəstək olurlar. Mən izləyicilərimin sevgisini, etibarını qazanmışam. Onlara heç vaxt heç nəyə yalan danışmamışam. Ne de demişəm o? Mən o qədər sevən müəllimlər, xalalar, insanlar var ki. Mən özüm onu yaraşdırmam. Yanaştırmıyorum özüm onu. Hər kişi əziyyət çəkir. Blogerlər nə ilə qazanırlar? Baxış sayları ilə. YouTube'da. Onlar da görürsən, bütün gün həzirlər, bəzənənlər, düzənirlər, otururlar, gedirlər, şeyləyirlər. Nədir onlardır? İddialar verirlər bir-birlərinə, ər-arvad çəkirlər ki, baxış sayları gəlsin, onlarla pul qazansın, reklam qazansın. Videolarınıza baxış sayı gələndə də o saat reklama çağırırlar ki, 3, onlarda canlısında adam olmuş. 3, 4, 5, bu da 6. Valla ya birini tanıyan paylar soylar. Canlı açı can zaman bakışlarına bak. Instagram'da partladır. Canlısında da mı olmuş? O canlıyla pul kazanmır, bakışlarla kazanır, reklamlarla kazanır. O canlıda hədiyəni. O blogerdir, mən də TikToker. Ancaq vloglar çəkir o. Şimdi siz olabilirsiniz deyin bloger, TikToker, gəlib bilirəm deyin. Hər kişilərin öz işi olur. Yox, ona baxmıram o Fero, kimdir ki? Ay veteran demədim, bu gün onu Astrenada döləm. Pes o azdı. Səni tanımıram, eləmirəm. Qonşumda evimdə bir xanım gəlib işləyirdi. Onun evinə gedib kömək edə bilmirəm. Yazıq qadındır. Yani sizdə
Demişdi gələrsən, dedim bürolarda gedib canlasıram, minlərlə insan baxır. O qədər xeyir-sevərlər ev fikir verir ki, kasıb insanlara. Deyirəm canla biri çıxar, eləyər, qədər şey eləyər. Nə günahlar uşaqlar. Yəni evi pis gündədir, yox. O mənim evimdə çox pis gündə yaşayır. İti bağlasan yan derim orada durmaz. İndi gedəndə canını da göstərəcəm də, prosto ora vaxt eləyib gedəmirəm, vaxtım olmur. Görün nə gündə yaşayan insanlar var. Fəhlə qadındır, qadın fəhləlik eləyir, kişi işi görür. Yapım. Bu kuruşka geçer kuruşka ona göre. Ne çalmışsan ne? Pişiğim evdedir. Diye yatır divanda. Tüm de evdedir. Kuruşkanın moderatörüm Tiyar Prinsesi alıb. 2 dənə. Bakıda Kire'də qalanda ev tutdum. Qazan yox idi orada. Aldı orada qazan göndərdi. Tiyar yaxşı xanımdır. Kimdən asatası? Babasına test alacağım. Ne testi? Bir şey yazdım sana söyleme. Bir şeyimi ne yazdıramaz? Çok bir şeydir, iyi bir şeydi. Qazan çayını da çok sağ ol Allah. Matan səhifəsini satdı, getdi. Matan deyəsən evlənir. Mənim ən gözəl ekran kaydım idi o. Çünki niyə montajları güclüydü. Birdən o bir ekran kayıtları inciyər. Şimdi adam Allah'la danışırdı, onun kayıtları süper idi. Güclü kayıtlar edildi, o güclü montajlar edildi. Kayıt montajı şeydi. Hardan tapırdı, eləyirdi. Qəşəng qoşurdu senaryo. İndi onu yazacağım. Çıxdı gedib deyəsən. Yedək qalıb. Hə, yazım. Yedəyə qalıb, girmirəm. O birisini satdı da, satdı telefon evinə. Bu iş səhifələri alır da, baxma, obyektləri, takibə görə pul verib alırlar. Çox hızlı satır. Yok, 200 manat satır, 200'ə. Əslində onu 400-500'ə verməliydi. Orijinal takipdə. Həyətdə. Dobermanım evdə, həyətdə. Gedirəm açam. Maşınla çölə çıxanda bağlayıb gedirəm. Niyə? Darvazanı pultla açıram. Çıxır çölə qaçar onda.
Yazacağım matana. Hələ o məndən heç nə ummurdu. Matamdan ötürü çox darıxmışam. Ekran kaydım çox yaxşı qızıydı. Bəyə qız səndən də ötürü darıxmışdım. Ha, bir vaxt yox idin, getmişdin. Görün birinde yiyeyim, aslında tatlıydı. Ama yazmışdım, yazdım problemlerim var, həll edeyim, gələcəm. Döşəyə, ne olsun yudum, ayrım. Matrasa bulaşmamışdı. Onu da pardon, yastığı baxdım balmanın içine, paraşık oldum, elədim, taxtaladım, yudumlar. Nerede aşağılar? Tehditten bilmirəm ne var. Ama məndən olsa bir şeyimi verərdim, gedərdim. Bir şeyimə ziyan vurur. İt yok ama. Lanet olsun benim içimdeki bu insan sevgisine. Heyvan sevgisine, heyvan. Mən əslində bir şey saxlamaq olmaz. Mən kök adamam, mən baxanım yox, eləyənim yox. Evimi deyə təmizləyəm var. Özüm də hər dəqiqə bilirsiniz təmizləyəm var. İşim gelir az paltarımdan. İyi güzel, bu bingo öyle güzeldi ki. Git yat. Bunu sevimçi gedim yatım bana kaka. İyi paltar yanım. Hakkı elə daha 700 manat daha olmaz 10 kiloluk 700 manat olmaz. Ne kadar olsa da son modeldir, təzə çıxıbdı. Başa düşürsən 700 manata 10 kiloluk paltar yuyan maşın yoxdur. 700'dür. İndi gəl Allahla danışaq da. 700 manata 10 kiloluk paltar yuyan nə əzir? Gündə bir model çıxır. Olmaz 700 manata, yalan deyirlər. 1100, 1200 də verdi, 1200'den aşağı vermədi. Mən inanmaram. 10 kiloluk paltar yuyan maşın bahadır. Hansı renk adı olur olsun, hansı firmanın olur olsun bahadır. Yaxşı almışsan, mən sənə... İndi ola bilər o nəsə, bəlkə ikinci əldir. Nəsə barədə inanmadım, ay bəy quş. 10 kilo 700 manat olsa camaatdan üstə külüşər alırlar. Ta 6 kilonu 7 kilonu niyə alırlar ki? Gedərlər ondan alırlar da. İlə də gözəl yuyur ki. 7 kilonu 1500 manada almışam. Meryem yazıb. İndi sən firmaslar, Samsung firması bahadır, Beko bahadır, LG bahadır. Onlar göyəndi, Samsung göyən şeydir, Beko göyəndi. Əslində eyni şeydirlər, eyni şey yuyurlar. Ne? 9 kilonu 3000 manada 1600-2000 arasıdır. Firma başqadır.
İbrahim xoş gəlmisən. Babaş gəlim oturaq. Deyib pişik yatıb. İtdə stolda. Bura çox suyuqdur. Mən burada otura bilmərəm. Burada sətəlcəm oluram uşaqlar. Başa düşürsünüz. Bura çox suyuqdur. Pişik nə gecə yatır.